Sabahınız xeyirli olsun. Təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanı ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi davam edir və növbəti iclas üçün hazırlıq işləri aparılır. İlkin məlumatlar ondan ibarətdir ki, bugünkü iclas tərəflərin çıxış etməsi ilə davam edəcək. Qeyd edək ki, məhkəmənin növbəti iclasında məhkəmə istintaqı yekunlaşdı. İş üzrə keçən subutların, faktların araşdırılması, tədqiq olunması prosesi başa çatdı və həmin iclasda da müdafiə tərəfi bir neçə vəsadətlə çıxış etdi. Həmin vəsadətlərində təbii ki, qanun çərçivəsində olan vəsadətlər təmin olundu. Bundan sonra iclasa sədrlik edən hakim tərəflərin fikirlərini öyrəndi. Məhkəmə istintaqının yekunlaşması ilə bağlı və tərəflər buna etiraz etmədiklərini bildirdilər və ittihamı müdafiə edən prokurorlar çıxış etmək üçün məhkəmədən vaxt istədilər. Həmin vaxt isə bu günləri başa çatır və bu günləri dövlət ittihamını müdafiə edən prokurorlar çıxış edəcəklər. Başqa sözlə desək, ittihamı müdafiə edən prokurorlar iş üzrə keçən subutları, faktları qiymətləndirəcəklər. Hazırlıq prosesi aparılır. Gördüyünüz kimi zərərçəkmişlər və zərərçəkmişlərin qeydiyyatı aparılır. Onlar tədricən məhkəmə iclasının keçirildiyi binaya daxil olurlar və bir neçə dəqiqədən sonra iclas başlayacaq. Təqsirləndirilən şəxs Ruben Vardanyan da artıq gətirilib buradadır. Onun hüquqlarını müdafiə edən vəkili də buradadır. Ruben Vardanyanın hüquqlarını özünün istəyinə uyğun olaraq dövlət hesabına ayrılmış vəkil müdafiə edir. Ona eyni zamanda özünün istəyinə uyğun olaraq rus dilində tərcüməçi ayrılıb. Və xəbərlərin biz növbəti buraxılışında bugünkü iclasla bağlı tamaşaçılara daha geniş məlumatları çatdırmağa çalışacağıq deyərək sözü yenidən mərkəzə, studiya dürürük.